Təsəvvür edin ki, hər səhər işə getmək üçün 3 saatlıq yolu qət etmək əvəzinə qarşınızdakı coşqun çayı üzərək keçməli olursunuz. Çoxumuz üçün bu bir macəra filminin ssenarisi kimi görünə bilər, amma Hindistanın Kerala ştatında yaşayan Əbdülmalik üçün bu 20 ildən artıq bir müddətin gündəlik rutini idi. Hər səhər sahilə gələn bu təvazökar adam kostyumunu və ayaqqabılarını səliqə ilə plastik kisəyə qoyur, rezin təkər kamerasını belinə keçirib özünü Kaduru çayının sularına buraxırdı. İnternetdə yayılan və milyonlarla insanın qəlbinə toxunan o məşhur videolarda gördüyümüz mənzərə bir qəhrəmanlıq şousu deyil, sadə bir riyaziyyat hesablaması idi. Avtobusla dolambac yollarda 3 saat itirmək, yoxsa çayı 15 dəqiqəyə üzüb keçmək. O, vaxtını yollarda deyil, sinif otağında, gözləri parıldayan şagirdlərinin yanında keçirməyi seçdi. Onun bu fədakarlığı dünya mətbuatında işıqlandırıldıqdan sonra dünya bu üzən müəllimi tanıdı. Hətta məşhur milyarder Anand Mahindra onun əzminə heyran qalıb ona kömək təklif etmiş, yerli hökumət isə bu nümunəvi addımı xüsusi mükafatlarla təqdir etmişdi. Lakin Əbdülmalik üçün əsl mükafat şagirdlərinin dərslərindən geri qalmaması idi. Əbdülmalik 2021-ci ildə təqaüdə çıxana qədər son iş gününə kimi bu ənənəsindən dönmədi. Onun islanmış köynəyi sahilə çatanda günəşin altında quruyurdu. Amma şagirdlərinə verdiyi o böyük dərs, fədakarlıq və məsuliyyət dərsi heç vaxt silinməyəcək bir iz qoydu. Bugün biz xırda çətinliklərdən şikayət edərkən, sahil kənarında dayanıb çayı üzməyə hazırlaşan o fədakar müəllimi xatırlamağa dəyər. Bəzən ən böyük zirvələrə pilləkənlərlə deyil, axına qarşı üzərək çatmaq olur.